Birləşmiş Ştatlar soyuq müharibədən sonraki dövrdə istehsal gücündən könüllü olaraq imtina edərək özünün potensial rəqiblərindən, o cümlədən Çindən asılı vəziyyətə saldı. Bunu ABŞ-ın dövlət katibi Marco Rubio American Compass qeyri-hökumət beyin mərkəzinin təşkil etdiyi konfransda deyib. Onun sözlərinə görə ABŞ-da Sovet İttifaqının dağılmasından sonra iqtisadi məsələlərdə dövlət suverenliyi əhəmiyyət kəsb etməyəcək və müəyyən malların harda istehsal olunduğunun əhəmiyyəti olmayacaq fikri üstünlük təşkil edirdi. Rubio hesab edir ki, həmin dövrdə ABŞ-da istehsalın başqa ölkələrə ötürülməsi tamamilə normal hesab edilib. Lakin bunun nəticəsi ölkəmizin istehsal gücünü itirməsi oldu. Baş verənlər iqtisadiyyata zərər verdi və iş yerlərinin itirilməsinə səbəb oldu. Həmçinin milli təhlükəsizliyimizi çox əhəmiyyətli şəkildə pozan məhsul istehsal etmək qabiliyyətimizi də əlimizdən aldı. ABŞ dövlət katibi qeyd edib. İndi illər boyu laqeydlik, sənaye potensialının itirilməsi ilə biz nəinki cəmiyyətə ziyan vurduq, nəinki iqtisadiyyata ziyan vurduq, həm də dünyamızdakı mövqeyimizi sarsıtdıq. Açığı Çinlilər son 25-30 ildə bazarı ələ keçirdilər, dövlət katibi əlavə edib.